Həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat yayıb. O bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərə qədər isə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yağışın qısa müddətli intensivləşəcəyi ehtimalı var. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarına qədər davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-una dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur deyə rəis müavini qeyd edib. Gülnarə Abbasovanın sözlərinə görə ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.